Salam, əlvatınız xeyir olsun əziz futbol sevərlər. 18 Respublika çempionatındayıq. Yeni Bakı və Scout komandalar qarşılaşır. Oyun start götürüb penalti təyin olundu Scout komandasının lehinə. Yeni Bakı komandasının 2-0'lıq üstünlüyü var maçda hal-hazırda. Hesab fərqini minimala indirmək üçün əlverişli fürsət. Penaltiden sonra heyətlərlə Scout komandasının heyətləri sizləri tanış edəcək. Komandanın əsas gol silahı İsmail Sadiq topun gerisindədir. Penalti yenidən yerinə yetiriləcək. İşarə gəldi və İsmail Sadiq hesab fərqini bir topa indirir, 2-1. Deməli, Scout komandasında heyətlər belədir. 2 Raul Abdullazadə, 9 Maksud Əliyev, 10 İsmail Sadiq, 13 Ümid Əhmədov, 14 Emil Şərifov, 17 Əsgər Məlik Aslanla, 21 Said Hüseynov, 20 Malik Əliyev, 23 Uğur Göysadə və Murad. Komandanın baş məşqçi postunda isə Asif Zeynalov və Nigar Əhmədovalar. NF olaraq qırmızılı formada meydanda mübarizə aparan Scout, ağlı formada Yeni Bakı komandası Şərifovdan ötürmə qarşılandı indi. Out Scout'un. Dəyişikliklər var Scout komandasının heyətində. 20 nömrə Malik Əliyev meydana daxil oldu. Şərifov keçmədə ötürməsi Uğur Göysadə, Reyd Uğurla alınır. Uğurdan ötürmə də yaxşı alınır. İsmail Sadiq blok qoyuldu zərbəsinə. Ötürməyə isə nə zərbə indirən, nə də toxunuş edən var. Out. Raftan top oyuna daxil olunacaq. Yox, hakim küz nöqtəsini göstərir. Korner. Bir qədər uğursuz alınır. Yine başı komandasında Emil Şərifovdan təzyiq var. Bu pressing out kazandırdı onlara. İsmail Sadiq. Sadiq duble imza atır və hesab bərabərləşir. 2-2. İkinci dəfə Yeni Bakı komandasını meydan mərkəzinə dəvət etdi Scout. Uğur Göysadə qapıdan başlayır. Bir gerdə qoydu, ötürmə qeyri eqanla. İsmail'dən müdafiə arxasına planlaşdırmış ötürmə. Top qapıya daxil olsa belə qaydalar əsasən altdan birbaşa ikinci toxunuşu olmadan sonra daxil olsa qol qeydə alınmır. Malik Əliyev istifadə edə bilmədi bu fürsətdən. Uğur. Emil Şərifov.
Emil Şerifov təhlükəli, lakin qeyri-dəqiq zərbə. Sərbə qərara gəlir. İkinci toxunuş olmadan birbaşa qapıdan edilən ötürmə ikəzdən keçməməlidir. Sen qabana çıx, İsmail. İsmail Sadiq birbaşa qapını nişanlamağa çalışdı, amma uğursuz cəhd olur. Və bu arada Yeni Bakı komandası tarazlığı pozurmasda 3-2. İsmail Sadiq Reydə uğurlanlar. Ara ötürməsi də çox yaxşı aldı. Malik Əliyev imkan vermədilər kritik müdaxilə ilə. Real qol vəziyyətindən xilas edir Yeni Bakı komandası müdafiəçiləri. Üçüncüdən zərbə. Ötürmə qarşılandı. Və out. Süzuma çıxmağa çalışır Yeni Bakı komandası, amma İsmail Sadiq evinin qarşısına alır da. İsmail alt qazandı. Said Hüseynova çatmıyor, lakin digərsindən atan alt. Emil Şərifov Saidin ötürməsi İsmaila. Nədən Said Hüseynov bir reyt gəldi ondan. Qayda pozulub. Çox uzun var Said Hüseynova qarşı. İsmail özün başla. Sola kay, gördün satın. On demeyin lan, hiç babana çık. Emil, esse seis foram operados dois. Said yenə İsmail. Allah kim saxladı oyunu. Malik Əliyev. Top ikisi var indi ondan. Qayda pozulub Yeni Bakı komandasının oyuncularına qarşı. Malik Əliyev. Said Hüseynov sürətləndi, indi təhlükəli hücum ömləsi. Ötürmədə gəlir və xetkilik gəlir. İsmail Sadiqdən tarazlıq bərpa olundu, 3-3. Yenə də qollarına sıralayır İsmail.
İsmail, yanında Malik. Malik Şəriyev. Out. İsmail Sadiq Şüsüm əmrəsində skaut komandasından Sahib Hüseynov. 2 nəfərin atəsindədir. İsmail Sadiq ötürmə gəlir. Demək ki, skautun leyinə cərimə zərbəsi. Artıq bugün ikinci dəfədir ki, biz əməkdaşlıq etdiyimiz komandalarda eyni hal yaşanır. Qol epizodudur. Əslində üstünlüyə verilməli. Üstünlük prinsipinə əməl olunmalıdır belə epizodlarda. Başa düşdük, praktikadadılar hakimlər, amma bu qədər də yəni elementar səhvlər verilməzdi. Ayıl da, ay bala, ayıl da, ne olur, ayıl da bir dəfədə, oyna, ayıl gəl bir dəfədə. Enes, saxla topu. Tələsmə, hakim qərar versin sonra. Tələsmə. İşarə gəldi. İsmail. Gir orada. İyi. Sahib Hüseynov. İndirir zərbəni, toxunuş var rəqibdən. Korner. Malik başla. Emir Hamuz orayı düşün. Sen git topu kapı. Git. Ay Zeynep'a. Destek. Penalti təyin Allah. Növbəti penalti 50 daxilə var. Bu dəfə penaltini Malik Əliyev yerinə yetirəcək. Topun gerisindədir, işarə gəldi, yaxınlaşır, zərbə indirir və top tordalı. Malik Əliyev yeni nömrəsi ilə qoluna imza attı. Minimal fərqdən önə çıxır bu dəfə. Asif Zeynalovun yetirmələri. Uzaq məsafədən gözəl qola imza atır. Haqqını vermək lazımdır. Tarazlıq bərpa olunur yeni başlı komandası tərəfindən. 4-4. Bir dəqiqə keçmədə cavab gəldi. İsmail. Daha bir qol fürsəti. Bir dəqiq zərbə. Qaptan top oyuna taxir olmayacaq. İsmail Sadiq. İsmail Sadiq bir rəqiblərini gerdə qoydu, amma zərbəsi qeydləri qədər uğurlu yaxşı alınmır. Yeni başlayan hücum həmləsi. Kapelonu zərbə indirilir. 5-4. Yeni başı komandası hesabı yeniləyir. Yenidən önə çıxırlar. Əhmədov bir pauza elədi. Şobuzluğu var idi zənnimcə ona qarşı. Hakim üstünlüyü prinsipinə əməl etdi burada. Belə epizodda üstünlüyə əməl olunur, amma təşbidəşə çıxanda, təşbidəşə epizod yarananda oyunu saxlanılır. İsmail Sadiq təhlükəli, lakin qeyri-dəqiq zərbə. Blok qoyulur zərbəyə. Və belə ilə Hakim də ilk sənin finalını səsləndirir. Qısa fasilədən sonra ikinci sərə görüşmək ümidi ilə. Hələlik.
Bir də vaxtınız xeyir olsun əziz futbol severlər. Artıq maçda ikinci hissə start götürür. İlk hissəni Yenibaşı komandasına 5-4 hesablı üstünlüklə yekunlaşdırdıq. Scout komandası ilə mübarizədə. Bax görək 50-ci hissədə Scout komandasının geri dönüş həmlələri uğurlu alınacaqmı, yoxsa Yenibaşı komandası üstünlüyünü qorumağa çalışıb sona qədər bunu davam etdirə biləcəkmi? Hətta daha bir qola imza atırlar. 6-4 olur hesab. Ay Malik. Sen başla da oradan sen başla. Məncə Scoutdan cavab gələcək bu mütləq şəkildə. Buraya nasıl sen niye başlıyorsun? İsmail Sadiq sürüşmə fəndi ilə uzaqlaşdırır top meydandan. Cəlmə zərbəsi yetirildi. Bak silahla oyna. Öyle bir şey. Gel topu. Bu Göyükzadə pauza elədi. Yaxşı fikirləşmişdi, lakin tətbiq edə bilmir. Kömeyle, Uğur'una kömeyle. Malik Aydar Hayvancı. Vur. Hürmə keçmədi. Malik Şəriyev təzyiq nəticəsində topu qazanır, ötürmədə etdi və indi isə ona qarşı şobulluq var. Fol qərarı gəlir. Məsələ qayda pozisiyona məruz qalan oyuncu özü topun gerisindədir Malik Şəriyev. İşarə gəldi. Aliş baxır sağa sola. Axır qərarını verir, zərbə indirdi. Dəf olunur. Üçüncüdən zərbə. Malik Özün başla. Top götür başla. İsmail Sadiq 2 nəfərin atəsində tək başına mübarizə aparırdı. Qaydanı pozan da elə İsmail Sadiqin özüdür. Karşıla Uğur, yakın oyna. Sen yakın oyna. Zərbəyə də blok qoyuldu. Maksud Əliyev tərəfindən. Out. Uğur. Top ilkisi var ondan. Malik Şəriyev yaxşı fürsət var idi, lakin topu özündən bir qədər irəliyə atır. Meydanda saxlaya bilmədi. Malik. Maksud. Qarşılandı ötürmə. Uğur top onlarda. Al burada. Maksud. İsmail ворот стой. İsmail ворота держи. Bir də qarama qarışıq epizod yarandı orada. İndi müdafiədən çıxmağa çalışır Scout komandası. Maksud Əliyev nəticə yaxalamaq ötürməsi alsın. Yaxşı anlı. Malik Əliyev. Əliyev yanında Uğur Göyükzadə ötürməsi dəqiqdir və indi isə İsmail Sadiq
Poker gəlir ondan. Hesab fərqi minimala inir 6-5. Görürsən ki, vururlar da get qapının yanında dur indi. Get orada dur, qapının yanında koru. Başa yenə də uzaq məsafəyə indirildi zərbə. Bax, bu tili mani oldu qola. Bırak boş. Malik Əliyev var ötürməsi çox yaxşı alındı və İsmail Sadiq pentatrik. Hesab bərabərləşir 6-6. Status qolu gəlir İsmail Sadiqdən. Yoxladılar uzaq məsafədən, lakin bir dəqiq bir zərbəli. Gel topla. Toplan çık. Gel topla. Emir Şərifov isti hərəkətlər bax indi başa gəlir. Qola nəticələndi 7-6. Önə çıxır yenidən Yeni Bakı. İsmail Sadiq. Top itkisi var indi ondan out. Emil, близко воротам стойте. Malik başla ortadan. Malik Əliyev. Alt yerinə yetirəcək Scout. Emil Şərifov. İndi Malik. Yenə çətin mövqedədir. Orada itirir topu. Qaydalar çərçivəsində hakim fikrincə top alınıb ondan. Sürüşmə fəndi ilə top meydandan kənarlaşdırırlar. Malik Əliyev. Hüseynov. Türməsinin çətinliyi də olsa İsmail Sadiqə çatdırmışdı, lakin ondan bir dəqiq zərbə izlədik. Əlli oyun var. Hakimin tam gözünün önündəydi. Amma nə fayda. Top sonra qovuşur. 2 top fərq yaradır yenidən. Yine Bakı komandası. Said Hüseynov yoxladı uzaq məsafədən, amma dirək mane olur qola. Emil Şərifov. İsmail'a geldi. Şərifovla divar pası. İndi Emil. Zərbə təhlükəli amma qeyri dəqiq.
zərbə ilə top oyunun daxil olacaq. Başla İsmail. Bu dəfə Akın üzərindən keçir top. Hələ pozulmuyor mu? Bəli, İsmail Sadiqə qarşı Kobudlu. Topun qabağında Şahit, topun qabağında İlmi. Ömer, topun qabağında Bilmi. Topun qabağında İlmi. İşarə gəldi. İsmail soluna ötürmək Emin Şərifovun zərbəsində indi blok qoyuldu. Şərifov. Emin Şərifov, İsmail Sadiq. Uğursuz oldu zərbəsi. İsmail Sadiq. Double hat-trick İsmail Sadiqdən. Yenidən minimala indi fərq. 8-7. Yaxşı sen, oyna. İsmail sen almısan. İsmail önce yakın. Şərifov. Yenidən fərq 2 topa qalxdı. İsmail kesti bir rəqini, endirir zərbəsini, dirək mane olur qola bu dəfə. Topla başla. Gel. Ara yolda çekip ara bir. Reydoğlu'nun da yeni başkanlısı oyuncularına Emir Şərifov çatdırdı özünü. Said Hüseynov ileriye doğru ötürmək İsmail Sadiq deyib zot yaranır və top orada. Özünün 7-ci komandasında 8-ci golunu imza atır. 9-8 olmalı hesab. Şərifov uzaqlaşdırır.
Salih Hüseynov. Hayır. Bu kadar da olmaz da yani. Her dəfə. Alt. Həmin altdan gol gəlir. Top tamamilə meydanda. Çatdırmışdı özünü. Bu cənahdan da zaten İsmail Sadiqi götürmə edərkən rəqibdən top meydanda getmişdi. Onu da onun əleyhinə. Bazen görmürsən orada oyuncu var. Şərifov qollu zərbəyə. Buna da penalti təyin elə dair hamı rahatlaşsın, biz də çıxar gedib. Ümid Şərifov deyəsən indidən gedir. Topu götürüb baş alıb gedir özü üçün. Görüş sadə, keçmir ötürməsi. Taban ötürməsi Səyiddən yaxşı almışdı. Dirək, dəfə dirəkdən qayıdır top. Başkanlısın zərbəsindən sonra. Səyid gəl. Emir gəl. Vuruş görüş sadə. Alt qal. Aha, yox. İndi qərarını düzəltdi. Güzel məsafədən yenə də yoxlarlar ən əlavə olaraq Yeni Bakı komandası. Bu dəfə uğursuzdur. Ayda pozulub Emil Şərifova qarşı. Doğrusu Maksud Əliyevdir bu. Mərkəz yaxınlığında. Oyun gedişatı bizim də beynimizi pozdu. Və top tora qavuşur. Maksud Əliyev. Maksudun aksinə yazılmalı zənnimcə. Top qapıya da gedirdi. Uğur. Uzun ötürmə uğursuzdur. Şu yüzden zərbə. Uğur görüş sadə. Solsan ötürməkdə İsmail Sadiqdən keçdi. Onun ötürmə çox yaxşı düşündü Malik Əliyev. Əliyev. Əldən qaçırtdı Malik. Atdan zərbə. Doğru zərbə verildi. Top da oradalar.
Və belə ilə hakim də final fikrini səsləndirir. Bu maçı Yenibaşı komandası qalib gələrək 3 bal olaraq aktivini yazdırır. Scout komandasına da təbriklər düşür. Yaxşı oyun nümayiş etdilər, əldən gələni elədilər, lakin bu dəfə alınmadı. Biz də reportajımızı sona çatdırırıq. Oyun boyunca sizlə mən edirəm şəxsində Seyid Ərsöyünün növbəti turlarda və növbəti maçlarda görüşmək ümidilə. Sağ olun, salamat qalın.